İtaliya Orta Dəhliz layihəsi ilə bağlı Avropa üçün logistik mərkəzə çevrilə bilər. İtaliya ilə hərbi texniki sahələr daxil olmaqla müxtəlif sahələrdə əlaqələrimiz inkişaf edir. Üstəlik, İtaliya azad edilən ərazilərdə layihələrə cəlb olunan ilk ölkələrdən biridir. Bu sözləri Energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 6-cı iclasında dedi. Nazir həmçinin vurğuladı ki, İtaliya ilə Cənub qaz dəhlizi üzrə əməkdaşlıq Avropanın, o cümlədən bu ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan ötən il təkcə SOCAR vasitəsilə 10.340.000 ton neft və ümumilikdə 9,5 milyard kubmetr qaz tədarük etməklə İtaliyanın xam neft üzrə əsas, təbii qaz üzrə isə ikinci ən böyük təchizatçısı mövqeyini qoruyub saxlayıb. Avropada Azərbaycanın neft və qazının ən böyük alıcısı olan İtaliya ümumi neft ixracının təxminən 45%-ni, qaz ixracının isə 38%-ni yönəldib. Cənub qaz dəhlizi üzrə əməkdaşlığımız Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyinə töhfələrini davam etdirir. İndiyədək Trans-Adriatic Pipeline Avropanı 54,3 milyard, İtaliyanı isə 45,4 milyard kubmetr qazla təmin edib. Azərbaycanla Mərkəzi Asiya, Türkiyə və Avropa arasında regional yaşıl enerji dəhlizi təşəbbüslərimiz Azərbaycan-İtaliya əlaqələri üçün də yeni perspektivlər açır. İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirinin müavini Edmondo Çirielli qeyd etdi ki, Bakıda İtaliya-Azərbaycan Universitetinin açılması ikitərəfli münasibətlərin möhkəmliyini və onların yüksələn xətt üzrə inkişaf etdiyini göstərir. Onun sözlərinə görə 6 illik fasilədən sonra yenidən komissiyanın iclasını keçirmək sevindiricidir. Hökumətlərarası komissiyanın iclası sonuncu dəfə 2020-ci ilin fevralında Romada keçirilib. Bununla yanaşı yeni hökumətin gəlişi ilə son 3 ildə ikitərəfli əməkdaşlığımızın əhəmiyyətli dərəcədə fəallaşdığını vurğulamaq vacibdir. Bunu ali və yüksək səviyyəli səfərlərin zəngin qrafiki də sübut edir. Bunlardan sonuncusu İtaliya prezidenti Sergio Mattarella'nın ötən ilin sentyabrında həyata keçirdiyi səfər olub və bu səfər zamanı onu müşayiət etmək şərəfinə nail oldum. Bu səfər təkcə rəmzi xarakter daşımayıb, həm də konkret praktik məzmunla zəngin olub. Xüsusilə İtaliya-Azərbaycan Universitetinin kampusunun açılması ilə əlamətdar olub ki, bu da ölkələrimiz arasında möhkəm əlaqələrin əyani sübutudur. Təhsil sahəsində əməkdaşlıq və gənclərin cəlb olunması vasitəsilə biz xalqlarımızı daha da yaxınlaşdırırıq. Qeyd edək ki, tədbirin sonunda Azərbaycan və İtaliya arasında hökumətlərarası komissiyanın 6-cı iclasının protokolu imzalandı. Həmçinin iclasda 2026-2027-ci illərdə 18 istiqamət üzrə 65 tədbirin icrasını nəzərdə tutan fəaliyyət planı qəbul edildi.